Deməli, ABCD, A1, B1, C1 də bir kubdur. Bu kubun oturacağının AC diagonalıdır. Bu da yan üzün, sağ yan üzün BC1 diagonalıdır. Bu diagonalla bu diagonal çarpaz diagonallardır. Tələb olunur ki, çarpaz diagonallar arasında qalan bucağı tapın. Biz bilirik ki, iki çarpaz düz xətt arasında qalan bucaq 0,90 dərəcə parça aralığında dəyişir var. 0,90 aralığında, bəli. 0 dərəcədən 90 dərəcəyə qədər dəyişir. İki çarpaz düz xətt arasında qalan bucaq. Biz bunların belə edə bilərik də, AC-ni özünə paralel köçürürük. A1, aydın ki, A1, C1 AC-yə paraleldir. AC və A1, C1 bir-birinə paraleldir. Ona görə də biz AC ilə BC1 arasında qalan bucağı əvəzinə A1, C1 ilə BC arasında qalan bucağı tapsaq yetər. Elədirmi? Düzdürmü? Elədirmi? Çünki bu həmin iti bucaqdır da, bu da həmin iti bucaqdır. Çünki biz paralel olaraq köçürük. İki çarpaz xətt arasında qalan bucaq bu cür mənada tapılır. Və biz əgər A1, B'ni də birləşdirsək, burada düzgün üçbucaq alırıq. Tili A olsa kökdə 2A, kökdə 2A, kökdə 2A, onda da neçə dərəcə olacaq? 60 dərəcə olacaq. Bunu bilməyiniz lazımdır. Düzdür, bu imtahan üçün, MİQ imtahanı üçün çətin sual sayılmır. Mən sizə qorxutmaq üçün demirəm. Amma kubda daha maraqlı olan iki vacib məsələni demək istəyirəm. Çarpaz düz xəttlər arasındakı məsafə məsələləri daha çətindir. Nəinki çarpaz düz xəttlər arasındakı bucaq məsələsi. Sadə bir məsələdir. İndi gəlin, daha vacib olan iki teoremi mən sizə deyim. Kubda MİQ imtahanları üçün vacibdir, bunu biləsiniz. Kubun öz diagonalı ilə çarpaz xəttlər arasında qalan məsafəni deyəcəm. Tutaq ki, kubun tili A-ya bərabərdir. Deməli, iki vacib teorem. Elə çarpaz düz xəttlər var ki, onların arasındakı məsafəni nasıl taparsınız? Məsələn deyim, tutaq ki, A1 ilə BC çarpazdır. Baxın, A1 və BC. Bunların arasındakı məsafə hanı? O yeganə ortaq perpendikulyar olur. İki çarpaz düz xəttin arasında qalan məsafə dedikdə, onların hər ikisinə perpendikulyar olan bir ucu birinin, digər ucu o birinin üzərində olmaqla yeganə bir parça var ki, hər ikisinə perpendikulyar olur. O yeganə ortaq perpendikulyar uzunluğuna deyirlər iki çarpaz düz xətt arasında qalan məsafə. Yer gəlmişkən iki paralel düz xətt arasında qalan məsafə də belədir. Sadəcə iki paralel düz xətt arasında qalan məsafə onların ortaq perpendikulyarının uzunluğuna deyilir. Sadəcə burada ortaq perpendikulyar sonsuz saydadır. Amma çarpaz düz xəttlərdə bir ucu bir çarpaz düz xəttin, digər ucu o bir çarpaz düz xəttin üzərində olan yeganə ortaq perpendikulyar var. Burada o hasat görünür. Məsələn, A1 və BC arasında qalan məsafə AB-dir, ayrılmır. İndi çətin sual. MİQ üçün vacib olan və sizin hər biriniz imtahan qabağını təkrarlamağınız məsləhətdir. Kubun BD1, baxın BD1 diagonalını öz üzərində saxlayan bu düz xəttlər, elə bəzən imtahanda belə də deyirlər. Kubun BD1 diagonalı ilə onun çarpaz tili, buna çarpaz olan tili hansıdır? De bu, A1. Bunların arasında qalan məsafəni neyləyin? Tapın. Söhbət bundan gedir, bu məsafəni tapmaqdan. Teorem 1, bax, mən bu iki teoremi deyirəm. Birini ispat edəcəm, ispat çox sadədir. Birinin isbatı olduqca çətindir. Mən bunu MİQ dərslərimizdə eləmişəm, bunun videosu var məndə, göndərmişdim sizə. Amma o videoda sizi yorar. Teorem 1, kubun BD1 öz diagonalı ilə bu diagonala çarpaz olan tili arasındakı məsafə kök altda 2 bölünsün 2A-ya bərabərdir. Əgər kubun tili A-dırsa, A burada kubun tilini bilir. Bu çox sadədir. Bu çarpaz düz xəttlərin arasındakı o qızıl perpendikulyar var, ortaq perpendikulyar. Tutaq ki, o budur da. Onu tapmaq çətin olanda belə bir teorem var. Nə edirlər? Həmin çarpaz düz xəttlərin birindən bir müstəvi keçirirlər. Misal üçün, mən BD1-dən elə bir müstəvi keçirəcəm ki, o müstəvi o biri çarpaz düz xəttə paralel olsun. Bax, görürsünüz, bu diagonala kəsik var, keçirdim. Bu diagonala kəsik, həmən A1 tilinə nədir? A1 tilinə perpendikulyardır, elə deyilmi? Və paraleldir, üzr istəyirəm, paraleldir. Nəyə görə? Çünki BD1 A1-ə paraleldir.
düz xətt müstəvi üzərindəki bir düz xəttlə paraleldirsə, onda müstəvi var. Deməli, A1 bu diaqonal kəsiyələrdir, paraleldir. İndi siz bu qırmızı ilə bu qırmızının arasında qalan məsafəni tapmaqda çətinlik çəkirsiniz. Elə bu qırmızı düz xəttlə bu müstəvi var, keçdiniz. Bu müstəvi arasında qalan məsafə elə həmin axtarılan məsafəyə bərabərdir. Bu vacib teoremlərdən biridir. Biri də var hələ. İndi qaydaq. Mən onda A1 bu müstəviyə paraleldir. Bu A1 bu gördüyünüz diaqonal kəsiyin müstəvisinə paraleldir. Onda bu diaqonal kəsi ilə bu til arasında qalan məsafəni tapmaq üçün tilin burasını da deyim. Əgər bir düz xətt müstəviyə paraleldirsə, onda düz xəttdən müstəviyə qədər məsafəni tapmaq üçün düz xəttin ixtiyari nöqtəsindən müstəviyə nə endirə bilərsiniz? Perpenikulər. Bu perpenikulər olacaq bu düz xəttdən müstəviyə qədər olan məsafə. Onda mən nə edirəm? A1-dən A1 nöqtəsi ilə üstürsüz buradan endirə bilərəm. Mən də yuxarıya aşağıdan edirəm. A təpə nöqtəsindən bu müstəviyə endirilən perpenikulər, bu AC həmin perpenikulərdir. İndi bir başqa sual çıxır. Siz nədən bilirsiniz ki, AC diaqonalını çəkdimi? AC düz xəttdir. Həmən bu gördüyünüz diaqonal kəsiyin müstəvisinə perpenikulərdir. İndi qaldı bunu sübut eləmək. Mən sübut eləsəm ki, AC bura perpenikulərdir. O da gəlir bu müstəvini burada kəsir da, elə deyilmi? Burada kəsir da, bu arxalar 40-40 çəkilməlidir. Belə. Burada da O nöqtəsi yazıram. Onda AO da perpenikulərdir bura. AO da diaqonal nəyinə bərabərdir? Yarısına. Diaqonal AC nəyə bərabərdir? Kökdə 2A'ya. AO bərabərdir 2-də 1 AC-yə. AC nəyə bərabərdir bəs? AC də bərabərdir kökdə 2A'ya. Və beləliklə AO bərabərdir kökdə 2-2A. İspat olunur. Yəni nə qaldı burada bir? Bir qaldı burada ispat edək ki, siz nədən bilirsiniz ki, AC bu müstəviyə perpenikulərdir? Onu buradan bilirsiniz. Düz xəttin müstəviyə perpenikulər olması üçün onun müstəvinin iki kəsişən düz xəttinə perpenikulər olması zəruri və kafidir. Belədir də teorem. Düz xətt müstəvi üzərində, əgər bir düz xətt müstəvi üzərində AO düz xətti, iki kəsişən düz xəttin hər ikisinə perpenikulərdırsa, iki kəsişənin ikisinə də perpenikulərdırsa, həm buna, həm də bu birisinə perpenikulərdırsa, onda düz xətt müstəviyə də nədir? Perpenikulərdir. İndi bu A yaşayır. Mən iki kəsişənə deyilməyə perpenikulərdir. AO kvadratın diaqonalları perpenikulər olur. Onda AO BB-yə perpenikulərdırmı? Biri getdi. Hansı oldu? AO nəyə perpenikulər oldu? AO perpenikulərdir BB. Bu biri. Qaldı bir dənə var da. İndi mən bir də deyirəm. Deyirəm AO həm də perpenikulərdir DB1-ə. DD1-ə. Bura nədir? BB1. Yaxud da AO perpenikulərdir BB1-ə. Siz deyirsiniz, nə danışırsınız? AO hara, BB1 hara? AO və BB1 çarpazdır. Mən başa düşürəm. BB1 oturacaq müstəvisinə perpenikulərdirmi? BB1. Əgər BB1 oturacaq müstəvisinə perpenikulərdırsa, onda o oturacaq müstəvisə üzərindəki bütün düz xətlərə perpenikulərdir. Onda BB1 AO-ya da nədir? Perpenikulərdir. Deməli, AO perpenikulərdir BB1-ə. İndi baxın, AO həm BB-yə, həm BB1-ə perpenikulərdir. Onda bu müstəviyyədə nədir? Perpenikulərdir. Deməli, həqiqətən də məsafə AO-ya bərabərdir. İndi bu başqa məsələ ki, özü üçün araşdırmaq istəsə ki, mən o qızıl perpenikuləri görmək istəyirəm. Onda mən bilirsiniz nə deyərəmsə? Deyərəm AO-nu özünə paralel yuxarı qaldır, o gəlib haradasa, bu diaqonalın ortasına çatanda, bu ortaya, bu gəlib orta nöqtəyə çatanda, burada olacaq. Həmin AO, o qızıl perpenikulər budur. Həmin perpenikulər ya bu perpenikulər fərq etməz. Aydındır. Bu çox mühüm. Mi qabağı biləsiniz. Kubun diaqonalı ilə həmin diaqonala çarpaz olan tili arasındakı məsafə kökdə 2-2 alır. Bir də var, mən onda deyəcəm. Aydındır bu. Bunu bilin. Bunu ispat elədik. O birisini isbatama çatındır.